Ustozim Bekzod Haqqiyevni Yigit sinsa degan ashulasini. Marhamat bo'lmasa aka. Ağlar pəsləb qalarkən bürgütləri yıxılsa, Yetti uruq keçərkən yigitsinsə yıxılsa, Yetti uruq keçərkən yigitsinsə yıxılsa, Hanqıq şeydi az tavnana, Külfət bolar qəm tavnana, Hanqıq şeydi az tavnana, Külfət bulardım xanana, Doğan qardaş begane, Yigitsinsə yıxılsa, Hatta yarı begane, Yigitsinsə yıxılsana. Baxt yok hanedanıda, nur yok hangi şamıda. Baxt yok hanedanıda, nur yok hangi şamıda. Dost tapılmaz yanıda, yigitsinsə yıkılsa. Dost tapılmaz yanıda, yigitsinsə yıkılsana. Sadık dostlar yok, salam gelik yok. Bundan artık ceza yok, yigitsinsə yıkılsana. Rabbim özün pənahın, Sedai günahın, Rabbim özün panahın, Keş sedai günahın. Ne körgülük bu dostlar, Yigitsinsə yıkılsa. Ne körgülük bu dostlar, Yigitsinsə yıkılsa. Yigitsinsə yıkılsa, Yigitsinsə yıkılsana. Aferin, juda ham ajoyib ijro bo'ldi. Albatta, bunday chiroyli ijrodan keyin chalmaslikni umuman iloji yo'q. Ikkinchi Bekzod Haqqiyev tayyor. Shuni so'ramoqchi edim o'zi G'ofur aka. Bekzod Haqqiyevning qarindoshimisiz? Jiyalarman. Qara. Qaramasdan juda ham yosh hali. Juda ham yo'q. Umuman o'xshab turibdi. Hatto o'sha ovozlar, ko'rinish, mimikalar hammasi o'xshab turibdi. O'zi aslida bilasizmi, inson kimnidir o'ziga ustoz qilib olsa, o'zi tashqi ko'rinishi ham shunga o'xshab boradi deydi-ku.